Həyatın əsas süjeti nəfsi istəklərlə mübarizədir. Bu mübarizə yalnız dünyanı tərk edib ölməklə sona çata bilər. Ona görə asan yol axtarmağa dəyməz. Quranda maraqlı bir ayə var. Möminlərin arasında elələri də vardır ki, Allahla bağladıqları əhdə sadiq olarlar. Onlardan kimisi bu yolda şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar verdikləri sözü əsla dəyişməzlər. Əhzab surəsi 23-cü ayə. Ayədə bütün möminlərin içindən xüsusi bir dəstə seçilib. Yəni hər mömin belə deyil. Bu möminlərin bəziləri şəhid olublar, bəziləri gözləyirlər. Onların ikisi də eyni məqamdadır. Çünki eyni məntiqlə yaşayırlar. Allaha sadiq olduqları üçün əziyyətlərə qatlaşırlar, bəziləri şəhid olur, bəziləri isə yox. Bu məntiqlə yaşayanlar hamısı hörmətə layiqdilər. İstər şəhid olsunlar, istərsə olmasınlar. Amma möminlərin hamısı belə deyil. Hamısı bu dünya görüşünə sahib deyil. Həyata bu cür baxmayan möminlərin sonu təhlükəlidir. Onlar həyatın maneələrini aşmaq əvəzinə onlardan yan keçir. Özlərini zirək və ağıllı hesab edirlər. Buna görə də mənəvi və maddi cəhətdən zəifləyirlər. Bu cür şəxs hamıdan geridə qaldığı halda özünü hamıdan ağıllı sayır. Özü hamıdan bərbad durumda olduğu halda günahı cəmiyyətin üzərinə atır. Öz acizliyini başqalarının pisliyi ilə əsaslandırır. Təkvirçi və inkarçı ruhiyyə sahib olur. Hər şeyi istədiyi kimi görməyəndə aqressiya və kin mənbəyinə çevrilir. Hamıya təhlükə kimi baxır. Bu isə mənəvi süqut deməkdir. Bunun əksi yalnız və yalnız nəfslə cihaddır. Salih əməl hansıdır? Nəfslə mübarizədən yaranan yaxşı əməl. Təqva nədir? Nəfslə mübarizə proqramı. İman nədir? Nəfslə mübarizənin nəticəsi. Təkamül nədir? Nəfslə mübarizə. Bu misalları davam etdirmək də olar. Demək, nəfslə mübarizə dini dəyərlərin hamısını öz ətrafında birləşdirən mərkəzi dəyərdir. Allah bir çətinlik verər, insan onunla mübarizə aparar və çətinlik ona asan gələr. Bu zaman Allah yeni çətinlik göndərər. O çətinliyin də öhdəsindən gəldikdən sonra yeni çətinlik gələr. Sanki təkmilləşmək istəyən idmançı öz məşqlərini zəif mərhələdən başlayıb ağırlaşdırır. Ona görə əvvəlcədən hazır olmaq və bilmək lazımdır ki, həm maddi, həm də mənəvi təkamülün yolu istəklərlə mübarizədən keçir. Həyatda hər şey insanın istədiyi kimi olsa, amma bircə şey onun arzularını doğrultmasa, bütün diqqətini o bircə narazılığa yönəldər. Allahla münasibət də belədir. Allah sonsuz nemət verir, lakin insan diqqəti onun vermədiyi nemətə yönəldir. Bu, insanı bezdirir. Bu problemdən qurtulmaq üçün həyatın da Allaha gedən yolun da çətinliyinə diqqəti yönəltmək gərəkdir. Bunu etmək niyə çətindir? Çünki iman zəifdir. İnsanların çoxu imanlıdır, lakin imanları zəifdir. İmanın zəifliyi də həyatda rahat yollar axtarmağımızdan, nəfslə mübarizədən yayınmağımızdan irəli gəlir. Əgər diqqətimizi həyatın çətinliklərinə yönəltməsək, əziyyətimiz daha da artacaq. Biz hər il həccə gedəndə zəvvarları bu ayinin çətinliyinə hazırlaşdırırıq. Həcci çətin bilib bu təsəvvürlə gedir, sonra deyirlər ki, biz dediyimiz qədər də çətin deyilmiş. Amma elə zəvvar da var ki, həcc ziyarətinin yalnız təvafdan ibarət olduğunu düşünür, onu asan təsəvvür edir. Ərəfatı, Müzdəlifəni və Minanı görəndə özündən çıxıb gileylənir. Hətta bir nəfər oğlunu pisləyirdi ki, məni nə üçün həccə göndərib? Çünki elə təsəvvür edirdi ki, oteldə yatacaq, ürəyi istəyəndə gedib Kəbə evinə baxıb gələcək. Əgər əvvəlcədən təsəvvür düzgün olsa, o zaman çətinliklər o qədər də əziyyətli görünməz və insan nemətə şükr edər. Öz diqqətini həyatın çətinliyinə yönəldən kəs bunları düşündüyündən asan görər, əldə etdiyi hər nemətin qədrini bilər. Bu baxış bucağı dünyanı insan üçün cənnətə çevirər. Allahı tam yeni bir yöndən insana tanıtdırar. Allah insana bir an belə əziyyət vermək istəməz. İnsanın insanlığı və dəyəri ən şərəfli məxluq olması onun yerə enərək əziyyətlərə qatlaşıb ruhunu böyütmə imkanından irəli gəlir. Bu xüsusiyyət olmasaydı, o zaman insan olmağın əhəmiyyəti qalmazdı. İnsandan əvvəl təkamüldən məhrum olan mələklər və heyvanlar yaradılmışdı. İnsana nə ehtiyac vardı?
İnsan özü ilə mübarizə apararaq dəyişməklə Allahın qüdrət nişanəsinə çevrilir. Buna görə Allah insana xüsusi mərhəmətlə yanaşır. Onun səhvlərini dərhal əfv etməyə, yaxşı işlərinə layiq olduğundan daha çox savab verməyə tələsir. Hər tərəfdən insana yardım əlini uzadır ki, əziyyətlərin öhdəsindən gələ bilsin. Biz Allahın bu sifətini, bizə yönələn rəhmətini nəfsə qarşı mübarizə meydanında müşahidə edə bilərik. Allahın rəhməti nə deməkdir? Bu barədə növbəti çarxda.